Salam hörmətli şagirdlər, bugün sizə monitorinq imtahanlarına hazırlıq kitabından səhifə 8-in izahını verəcəm. Başladıq izahlarımıza. Birinci sualdan başlayırıq. Hansı ədədin 10 minliklər mərtəbə qiyməti 50 mindir? Gəlin baxaq. 10 minliklər mərtəbəsini tapaq. Baxın, A variantında təklik, onluq, yüzlük, minlik, 10 minliyi yoxdur. Bu variantı sildik. Sonra keçdik C variantına. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliyi 1'dir. Mərtəbə qiyməti isə 1'i 10 minə vuranda olacaq 10 min. Ona görə də C variantı olmaz. Bizə lazımdır 50 min olsun. D variantına baxaq. Təklik, onluq, yüzlük, minlik. D variantında 10 minlik yoxdur. D variantı da deyil cavabımız. B variantıdır cavabımız. Niyə? Təklik, onluq, yüzlük, minlik və 10 minlik. 10 minliyimiz 5'dir. Mərtəbə qiymətini tapmaq üçün 5'i 10 minliklər mərtəbəsini soruşduğuna görə 5'i vururam 10 minə. Bərabər edir 50 min. Cavab B. Keçdik digər suala. İkinci sualda 72007 ədədinin rəqəmlərlə yazılışı hansıdır? 72007. Gəlin yazaq. 72 min. Minliklər sinfini dedi. Deyəndən sonra 72 min dediksə orada bir nöqtə qoyun ki, sizin üçün oxumaq daha rahat olsun. 72007. 7 deyir. Yəni növbəti sinfimiz, yazacağımız sinif olacağı təkliklər sinfi. Təkliklər sinfində isə burada bizim yalnız təkliyimiz var. Onluq və yüzlüyümüz yoxdur. Onların yerinə yazıram 0. 72007 bu qaydada yazacağıq. Əgər desəydi ki 72117, o zaman yüzlük və onluğumuz olduğuna görə belə yazacaqdıq. Olmayanların yerinə 0 yazıq. Baxın buradakı kimi. Bizdən bu ədəd istəyirdi. 72007. Cavab olacaq A variantı. Növbəti suala baxaq. Məntiqə ardıcıllığı tamamlayın. 345.456, 345.556. Baxıram ki 345.000 burada, 345.000'lik buradadır, 345.000 də buradadır. İkisi də eynidir. Növbətidə də eyni olaraq yazacağım 345.000. Burada 456'dır təkliklər sinfi. Burada 556'dır. Təkliklər sinfimizdəki yüzlüyü bir vahid artırdı. 4 idi, oldu 5. Burada da bir vahid artıracağım. Olacaq 656 və salam. 345.656 variantımız B. Dördüncü suala baxaq. A-nın yerinə hansı ədəd yazıla bilər? Gəlin baxaq. 25.578 kiçikdir A. Gəlin görək bu variantlardan hansını yaza bilərik. A-nın yerinə əgər 23.785 yazsaq, 23.785 yazdıq. 25.000 kiçikdir. 25.000 burada 23.000. Axı 25 23-dən böyükdür. Ona görə A-nı yaza bilmərik. Deməli, A variantındakı olan ədəd A-nın yerinə yazıla bilməz. Baxaq B variantında olan ədədə. B variantında olan ədədimiz 20.495'dir. 495. 25.000 kiçikdir 20.000'dən. 25 20'dən kiçikdirmi? Xeyr. 25 20'dən böyükdür. Ona görə B variantında olan ədədi də yaza bilmərik. Baxaq C variantında olan ədədə. Burada 26.578. 25.000 kiçikdir 26.000'dən. Bəli, kiçikdir. Deməli elə A-nın yerinə C variantında olan ədədi yaza bilərik. D variantında isə baxın 21.000'dir ədədimiz. Burada 25 kiçikdir 21'dən. Xeyr, 25.578. Ona görə də böyük olduğu üçün D variantındakı ədədi də yaza bilmərik. Variantımız oldu C. Keçək növbəti suala. Növbəti sualımız 5-ci sualdır.
546.243 ədədinin təkliklər sinfindəki rəqəmlərin cəmi neçədir? Gəlin əvvəlcə ədədimizi yazaq. Ədədimiz 546.243. Təkliklər sinfi. Baxın, burada təkliklər sinfi. 243 təkliklər sinfidir. 546 isə minliklər sinfidir. Bizə lazımdır ki, təkliklər sinfindəki rəqəmlərin cəmi. Təkliklər sinfimiz budur. Rəqəmləri 2, üstə gəl 4, üstə gəl 3. Cəmini istəyir. 2-nin üzərinə 4 gələndə 6, üzərinə 3 gələndə edəcək 9. Cavab A variantı. Baxırıq növbəti sualımıza. Bizə növbəti sualda istəyir ki, doğru bərabərliyi seçin. Doğru bərabərliyi gəlin seçək. 3863-də yazıb ki, 3 onluq var. 3 dənə onluğumuz var. Xeyr, 3 dənə onluq yoxdur. Onluq burada. Onluğumuz 6 dənədir. Baxın, onluq 6 dənədir. Burada 3 onluq yazıb. A variantı yanlışdır. B variantında 4 dənə minlik. Bəli, 4 dənə minliyimiz var. 500-lük. Bəli, 500-lüyümüz var. 6 onluq. Bəli, 6 dənə onluq var. 3 təklik, bəli, 3 dənə təklik var. Variantımız B-dir. Gəlin digər variantlarda incələyək. 5 dənə minlik, bəli, 5 minliyimiz var. 3 yüzlük, bəli, 3 yüzlükdür. 6 onluq, xeyr, onluğumuz 1 ədəddir. Ona görə yanlışdır. Sonra D variantında 7 minlik, bəli, 7 dənədir. 5 dənə yüzlük, 5 yüzlüyümüz var. 9 təklik, xeyr, təkliyimiz 9 deyil, 4-dür. 9 onluqdur burada. Ona görə də D variantı da yanlışdır. Növbəti suala keçək. Burada oldu cavabımız B variantı. Növbəti sual olacaq 7-ci sual. Ədədləri artan sıra ilə düzün. Gəlin baxaq. Burada verilib ədədlər 4386, 5428, 1386. Artan sıra ilə düzün deyəndə kiçik ədəddən başlayırıq. Kiçikdən böyüyə doğru düzəcəyik. Burada ən kiçik ədədimiz. Burada 4 minlik var, 5 minlik var, 1 dənə minliyimiz var. Elə minliklərə görə düzək. 1386 artan sıra ilə düzürük. Sonra 4 minlik olan ədədimizi yazacağıq. 4386. Sonra 5428. Artan sırayı da düzdük. Gəlin variantlar arasında axtaraq. 1386 A variantında, 4386, 5428. A variantı bizim doğru cavabımızdır. Növbəti 8-ci suala baxırıq. 8-ci sualda modeldə verilmiş ədədin rəqəmlərlə yazılışını seçin. Gəlin baxaq. 1, 2, 3, 4. 4. Sonra burada heç nə yoxdur. Yazacağıq 0. Burada 2 dənə dairə var. 2, 1, 2, 3, 4, 5. Bura 5 yazacağıq. 1, 2, 3, 4, 5, 6, 7. Burada yazacağıq 7. Seçək. 40257. Gəlin görək harada yazılıb. 40257 B variantında yazılıb. Cavabımız olacaq B. 9-cu suala baxaq. 9-cu sualda 316.009 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırın. Birinci ədədi yazaq. 316.000. 316.009. 316.000. Burada bir nöqtəni qoyuruq. 9. Yüzlüyümlə onluğum yoxdur. Ona görə 316.009'u bu qaydada yazdım. 10 minliklərə qədər yuvarlaqlaşdırın. Əgər mən 10 minliklərə qədər yuvarlaqlaşdırıramsa ədədimi, 10 minliyimi tapmalıyam. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliyim 1'dir. Altından xətt çəkdiyim ədədin sağ tərəfində yazılmış rəqəmə baxacağım. Sağ tərəfində 6 yazılıb. 6, 5, 6, 7, 8, 9 yazılanda altından xətt çəkdiyim ədədi bir vaid artırırdım. İndi burada 6 yazılıb. Sağındakı ədəd 6'dır. 6 olduğuna görə altından xətt çəkdiyim ədədi bir vaid artıracağım. 1 idi, üzərinə 1 gələndə olacaq 2. 32, 3 olduğu kimi yazdım. 1'i bir vaid artırdım. 2, digərlərinin yerinə yazacağım 0. Oldu 320.000.
Cavab A variantı. Keçdik 10-cu suala. 10-cu suala baxaq. Boşluğa hansı ədəd yazılmalıdır? 25.000 ədədi bərabərdir 100-lüyünü soruşur. Burada gəlin görün neçə dənə 100-lük var. Əgər 100-lüyü axtarırsınızsa, 100-lükdə neçə 0 var? Baxın 100 yazdım. 100-də 2 dənə 0 var, düzdür? 2 dənə 0-ın üzərindən 100-lükdə olan sıfırların sayı qədər ədəddə olan 2 rəqəmin sonuncu təkliyin onluğun sağdan 2 rəqəmin üzərindən xətt çəkirəm ki, mən 100-lüyü yaza bilim. 250. Baxın, ikisinin üzərindən xətt çəkdim. Bağladım üzərini. Qaldı nə? 250. Belə. Cavab oldu 250. Variant D. Əgər soruşsaydı ki, bizdən onluğu nə qədərdir? Onluğu. Bura 100-lük yerinə onluq yazsaydı, o zaman onluqda 1-0 olduğuna görə sağdan bir rəqəmin üzərini bağlayırsan və ədədi götürürsən, yazırsan. Onda olacaqdı 2500. Bu qayda ilə işləyin, sizin üçün rahat olsun. Bəzən şagirdlər çaşır. Bu qayda ilə işləsəz çətin olmayacaq. Keçdik 11-ci suala. 11-ci sualda 386.425 ədədində 6 rəqəminin mərtəbə vahidi neçədir? 6 rəqəminin mərtəbə vahidini istəyir. Gəlin baxaq, 6 rəqəmi burada yerləşir. Mərtəbə vahidi deyəndə mərtəbə vahidimiz olacaq 1000. Cavab A. 12-ci suala baxaq. Minlik mərtəbə vahidi onluq mərtəbə vahidindən neçə dəfə böyükdür? 12-ci sualda minlik mərtəbə vahidimiz 1000-dir. Onluq mərtəbə vahidimiz isə olacaq 10. Neçə dəfə böyük olduğunu soruşur. 1000-i böləcəyik 10-a. Olacaq 100. Cavab oldu B variantı. Əziz şagirdlər, bugün biz sizinlə baxdıq. Səhifə 8-də olan sualların hər birinin izahını verdim sizlər üçün. Növbəti səhifələri izləmək üçün videonu bəyənməyi unutmayın. Hələlik.